İki uşaq olmuşuq, bir oğlan, bir qız. İmkanımız çox yaxşı idi. Atamın pis vərdişləri var idi. Həmişə anama şiddət göstərirdi və məni döyürdü. 16 yaşım olanda atam dostuyla evə gəldi. Sən demə dostunun oğluna məni verəcəkmiş. Bir müddət keçdi, ailələr görüşdü, tanışdı. Amma nə anam, nə qardaşım, nə də mən evliliyə razı değildik. Bir müddət keçəndən sonra ailə həyatı qurdum. Oğlanın yaxşı qazancı var idi. O da pis vərdişlərdə hamısını itirdi. Qızımın dünyaya gələcəyini öyrəndim, sevindim, amma travmalı doğuldu. Qızımdan sonra 2 övladım oldu, dünyasını dəyişdi. Ardından bir qızım, bir oğlum oldu. Sonra hər gün yenə yoldaşımdan şiddət görməyə başladım. Anamın yaşadıklarının eynisini yaşadım. Qardaşıma zəng vurdum ki, artıq dözə bilmirəm və boşandım. Övladlarımı da öz yanıma aldım. Keçmiş yoldaşımın qazancı düzəldi, ailə həyatı qurdu və bir övladı oldu. Çox çətinliklə övladlarımı böyütdüm. İndi artıq 38 yaşım var. Böyük qızımın 20 yaşı var, 680 balla həm oxuyur, həm də bizi dolandırır. Digər qızım da 600 balla oxuyur. Oğlum isə hələ hazırlaşır. Qızım proqramist kimi 2 il işlədi, yaxşı qazancı oldu, ev və maşın aldı. Mənim yaşamadıqlarımı böyük qızım mənə yaşadır. Qız uşaqlarına cehiz yox, savad verin. Öz ayaqları üzərində durmağa öyrədin.